Hər vaxtınız xeyir. MİQ və sertifikasiya hazırlayan ibtidai sinif müəllimlərimizi nəzərinə çatdırım ki, artıq bundan sonra biz sizə ödənişsiz formada maksimum dəstək olacaq. Elə bir dəstək ki, inanmıram ki, hansısa ödənişli dərsə qoşulanda sizə bu formada, bu cür geniş miqyasda və bu cür keyfiyyətdə xidmət göstərsin. Təbii ki, bu mənim şəxsi fikrimdir. Dərslər YouTube kanalımızda ödənişli şəkildə paylaşılandan sonra özünüz də baxıb dəyər verəcəksiniz. Təbii ki, bu da sizin seçiminiz olacaq. Amma dəstək qarşılığı olmalıdır. Biz sizə maksimum dəstək göstərməyə çalışacağıq və bu dəstəyimizi davam etdirməyə çalışacağıq. Bunun müqabilində siz də bizə dəstək olmalısınız. Aylıq 20 AZN ödəniş etməklə bizim sınaq qrupumuza qoşulursunuz və bizə dəstək olmuş olursunuz. Amma sınaq qrupuna boş-boşuna qoşulmursunuz ha. Sınaq qrupuna da qoşulanda həm bizə dəstək olmuş olursunuz, həm də biz sizi biraz daha mükəmməl bir şəkildə təkmilləşdiririk. Görün nələr əldə edirsiniz. Sınaq qrupuna qoşulanda artıq bu ödənişli qrupa qoşulanda deyirəm nələr olacaq. Ki, qoşulmayanlar buradan da olsa öyrənə biləcəklər. Sınaq qrupuna qoşulanlar mövzu sınaqları əldə edirlər. Elə belə mövzu sınaqları deyil bu. Baxın, məsəl üçün 6 dənə sınaqdır. Baza dərsini əhatə edən sınaqlar o öz yerində. Ondan sonra MHM kitabı başlamır. Siz 2 mövzu izahını izlədiniz, o 2 mövzu testini işləmədiniz. Bax, o 2 mövzunu əhatə edən mövzu sınağı 1. Mövzu sınağı 2-də digər 2 mövzunu əhatə edən mövzu sınağı. Mövzu sınağı 3-də hər 2 dənədən bir. Başdan ayağına öyrənmişsə o bax, bir ilə ikinci sınaqdakı mövzular. Yəni indiyə kimi nə öyrənmişsə onların qarışıq sınağı. Bax, mövzu sınağı 4-də 2 mövzu, mövzu sınağı 5-də 2 mövzu, mövzu sınağı 6-da yenə də 1-dən 5-ə kimi. Yəni başdan ayağa. Yəni həftə 3 dəfə mövzu sınağı paylaşılacaq və təbii ki, onların izahı. Bir dəfə mövzu sınağı, ikinci dəfə mövzu sınağı, üçüncüdə isə yenə mövzu sınağıdır, amma başdan ayağa. Növbəti həftə mövzu sınağı 2 dənə. Üçüncüdə 2 həftə bir yerdə başdan ayağa. O bir həftə mövzu sınağı yenə də başdan. Yəni bu formada 40 dənə mövzu sınağının və mövzu sınağının izahını izləyəcəksiniz, işləyəcəksiniz və izləyəcəksiniz. Və imtahana 1-2 ay qalmış vaxtda isə ümumi sınaqları keçdik. Hazırda burada 80-dən çox ümumi sınaq var. Əlavə sınaqlar da əlavə olacaq. 2-3 ay qalmış isə gündəlik biz sizə sınaqları verəcəyik və həmin sınaqların izahını verəcəyik. Və bundan da əlavə bizim ödənişli WhatsApp qrupumuzda olacaq. Daha doğrusu ödənişli WhatsApp qrupumuzda olacaqsınız. Həmin qrupa qoşulanda. Həmin WhatsApp qrupunda da gün ərzində kimin nə sual yazır, gecə gündüz səhər sualını yazır və mən sutka ərzində mütləq şəkildə cavablandırıram o sualları. İstər sınağa aid, istər YouTube-da izlədiyi mövzu izahına aid sual yarana bilər, istər başqa bir vəsaitdən sual yarana bilər, fərqi yoxdur. İbtidai sinif müəllimlərini əhatə edə biləcək bütün suallara bir yerdə müzakirə eləməyə mən hazır, təbii ki, riyaziyyatdan, başqa fəndən demirəm. Belə, ağlıma gələn bütün məlumatları verdim. Əlaqə nömrəsi burada olacaq, 077 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq dərslərimizə qoşulub həm bizə dəstək olmuş olarsınız, həm də özünüzü biraz da təkmilləşdirmiş olarsınız və ümid edirəm ki, bizə mütləq şəkildə dəstək olacaqsınız. Keçək videomuza. Hər vaxtınız xeyir. Bugünkü mövzumuz üçbucaqlardır. Əvvəlcədən bunu qeyd edeyim ki, başqalarını bilmirəm. Amma bizim üçün bu mövzu qətiyyən çətin olmayacaq. Çox rahat şəkildə həm mövzunun məntiqini başa düşəcəksiniz, həm qaydaları. Qaydalarımız onsuz da asandır. Mən də mövzu izahında qaydaları deməkdən əlavə o qaydaların niyə, nə üçün, hardan yarandığını xırdalığına kimi başa salmağa çalışacağam. Sən də səbirli ol. Mövzu izahını izlə və o xırdalığları da başa düşməyə çalış, onsuz qaydaları su kimi öyrənəcəksən. Sözümün canı, bunu niyə əvvəl etdim? Çünki ən vacib şey, qorxuları kənara qoy, çox rahat şəkildə otur, özgüvənli şəkildə və rahat bir şəkildə video izahı izlə. Qaydaları onsuz da öyrənəcəksən. Rasim burada xırdallığı göstərəndə, bir məntiqi göstərəndə sən də fokuslan, heç bir yeri boş buraxma. Hiss edin fikrin yayında, o hissədə Rasim nə dedi, başa düşmədin, geriyə ver tezdən bax, görüm Rasim burada nə dedi. Geriyə verdin tezdən baxdın, görürsən yenə də başa düşmürsən, ən azından mənə sual ver. Onsuz mövzu asandır, amma fokuslanıb baxın. Nə üçün? Çünki mövzu izahını tam dərk elə gedən ki, ondan sonra sualların doğrudan heç nə olduğunu görəcəksiniz. Yəni suallar vacibdir, sualları işləmək lazımdır, amma ən vacib mövzu izahı təməli düzgün qoysaq, yəni əsas burada enerjinizi sərf edin, tam fokuslanın, tam baxın, diqqətli baxın, heç bir yeri boş buraxmayın. Ondan sonra onsuz da testləri çox rahat şəkildə işləyəcək, özünüz də görəcəksiniz. Vaxt itirmədən keçirəm mən artıq mövzumuza. Mövzumuz nə idi? Adı üstündə üçbucaq. Birinci üçbucağın onsuz da qiyabi olaraq hamımız bilirsiniz, üçbucaq nədir? Yəni bunu balaca uşaqlar da, hətta məktəbə getməyən uşaqlar da üçbucaq da deyəndə bilirlər ki, bundan danışılır. Amma biz bunu artıq riyazi səviyyədə öyrənməyə çalışırıq. Yəni boş şəkil kimi yox.
Ona görə birinci üçbucağın tərifindən başlayacağam. Tərif üzrə terminlər toplusu kimi görsənə bilər, amma çox rahat başa düşürsünüz o terminlərdə. Bax, birinci deyirəm. Bəlkə birinci dəfə biraz çətin görsənəcək, amma açıqlaması mənə deyirsiniz, bu heç nədir ki? Tərifi belədir. Bir düz xətt üzərində olmayan üç nöqtənin cüt-cüt birləşməsindən yaranan müstəvi fiqurudur. Qəliz görsəndə, amma gör nə qədər asandır əslində açıqlamasını verirəm. Necə idi? Bir düz xətt üzərində olmayan üç nöqtə deyir. Nə deyir bunu? Çünki əgər bir düz xətt üzərində olan üç nöqtə olsa, bax bir düz xətt üzərində və mən bu üç nöqtəni birləşdirsəm, bundan üçbucaq yaranır, belə üçbucaq olur? Olmur axı. Ona görə bu demək istəyir ki, üç dənə nöqtəni birləşdirəcəksən həri. Amma bu nöqtələr bir düz xətt üzərində olmasın. Üçü bir düz xətt üzərində olsun. İkisi onsuz bir düz xətt üzərində olacaq. Bax, iki dənə nöqtəni ayrı qoyuram, lap bura, birisini lap bura qoyum. Fərqi yoxdur. Onsuz bunları birləşdirib bir düz xətt yaratmaq olar. İkisi onsuz bir düz xətt üzərində olur. Amma ən azından üçü bir yerə, üçüncüsü bu düz xəttin davamında olmasın, üçüncüsü başqa bir yerə düşsün. Başa düşürsünüz? Yəni üçü bir düz xətt üzərində olmasın, ikisi onsuz bir düz xətt üzərində düşsün. Üçü bir yerdə bir düz xətt üzərində olmasın. Üçü gələ bir yerdə bir düz xətt üzərində deyil Rasim. Deməli tərifi tezdən deyirəm. Bir düz xətt üzərində olmayan üç nöqtənin cüt-cüt birləşməsindən yaranan müstəvi fiqurdur. Cüt-cüt birləşmə nədir bəs Rasim? Cüt nədir? İki dənə deməkdir. Məsəl üçün bir cüt ayaqqabı, iki dənə də, yəni bir cüt corab, düzdür? İki dənə də, yəni. Burada bax, bu nöqtə ilə bu nöqtə ikisi bir yerdə bir cüt sayılır. Bax, bir dənə cütü birləşdirdim. Sonra bu nöqtə ilə bu nöqtə ikisi bir yerdə bir cüt sayılır. Bir dənə cütü birləşdirdim. Bu nöqtə ilə bu nöqtə bir cüt sayılır. İki dənə də axı. Bu cütü də birləşdirdim. Gələ, yarandı üçbucaq. Və salam, tərifi buymuş bunu. Yəni, termin kimi görsənərdə artıq biz o termin mənasını da bildik, ömrüdə yadımızdan çıxmayacaq. Bir düz xətt üzərində olmayan üç nöqtənin cüt-cüt birləşməsindən yaranan müstəvi fiqurudur. Müstəvi sözünü də artıq öyrənmişsiniz də. İlkin anlayışlar dərsini mütləq izləyin ha, sonra gəlin çıxın bura, kim izləməyibsə. Müstəvi haqqında danışmışıq da yenə deyirəm. Müstəvi məsələn burada bizim lövhəmiz müstəvi sayılır. Yəni ki, bu müstəvi üzərində biz bu üçbucağı çəkə bilirik. Fəza fiqurlarını isə çəkmək olmur. Çəkmək olur ya, amma tam onu göstərmir. Keçəndə öyrətdik sizə. Müstəvi nə idi? Lövhəmiz müstəvidir. Sadəcə təsəvvür edin ki, bunun aşağısı, yuxarısı, sağı, solu sonsuza qədər davam edir. Vəssalam. Müstəvi haqqında danışmışıq, qısa olaraq yadınıza salın. Üçbucağın tərifini də bildiniz. Şimdi keçək üçbucağın adlandırması, o da çox asandır. Üçbucaqda özünüz gördünüz, bax, 1, 2, 3 dənə tərəf var. Buna tərəf deyirlər də, xəttlər, parçalar. 3 dənə tərəf var üçbucağın, bunu hamınız bilirdiniz. 3 dənə təpə nöqtəsi var, çünki biz 3 dənə nöqtəni birləşdirdik axı bax bunları. Və üçbucağı adlandırmaq üçün böyük hərflərdən bu təpə nöqtələrinə hərf veririk. Məsələn, A, B, buna da C. Vacib görürəm ki, ABC deyəsən. İstəyirsən K, L, M deyinə. İstəyirsən M, J, P deyinə. Fərqi yoxdur. Yəni ki, böyük hərflərlə adlandırırsan, bu da olur üçbucağın adı. Bu üçbucağı adlandıran mən belə yazıram. Üçbucaq A, B, C. A, B, C. Bir başqası üçbucaq bunun adını belə desə B, C, A səhv deyir. Yox, problem yoxdur. Üçbucağın adını necəsinə adlandır. Əsl ardıcıl gəl. Birisi üçbucaq C, A, B desə fərqi yoxdur. Hamımız eyni üçbucaqdan danışırıq. Birisi nə bilim A, C, B desə fərqi yoxdur. Əsl odur ki, ardıcıl formada adlandır və üçbucağın adını deyinəm. Onsuz da nə formada deyirəm deyim, həmin üçbucağın adını göstərir. Və salam, üçbucağın adlandırmasını da bildiniz. Bildiniz ki, üçbucağın 3 tərəfi var, düzdürmü? Bildiniz ki, üçbucağın 3 təpə nöqtəsi var. Bəs bu adı üstündə, buna 3 bucaq deyirik. Bəli, bunun 3 dənə də bucağı var, daxili bucağı var. Bax, bucağı da bildiniz də, bax. BA parçası ilə burada CA parçası birləşib, bax bu ikisi birləşib, burada bir dənə bucaq yaradıb. Bax, daxili bucaqlardan biri budur. Məsəl üçün bunun dərəcəsi olsun A dərəcədə. AB ilə BC birləşib, burada bir dənə bucaq yaradıb. Bunu da balaca B-nə yazıb, bu da B dərəcədir. Bilmirəm neçədir hələ ki. BC ilə də AC birləşib, bax burada bir dənə bucaq yaranıb. BCA bucağı, bu da olsun balaca C-nə yazıram, C dərəcə. Bunlar olur üçbucağın daxili bucaqları. Nə üçün daxili bucaq deyirsən Rasim? Çünki daxildədir də, bax üçbucağın daxilidir. Bayırında deyir ki, bax bu üçbucaq qapalı bir fiqurdur, onun daxilindədir bu bucaqlar, bax üçü də. Buna deyirik daxili bucaqlar. Elə boş bucaqlar desək olmaz, olmaz. Bəzən deyirlər təbii ki, amma bu üçbucağın daxili bucaqlarıdır. Yaxşı. Üçbucağın daxili bucaqları haqqında bir dənə qayda deyim, keçəcəm xarici bucaqlara. Burada isbatını verməyəcəm, çünki isbatı hələm sizin üçün tezdir. Orada bilmədiyiniz məqamlar var. İsbata girsəm sizə daha da qəliz görsənər. Sadəcə qayda kimi yadda saxlayın. Üçbucağın 3 dənə daxili bucağı ki olmur. Bax bu balacalar dərəcəsini yazıram. A, B, C. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Yəni 180-dan böyük olsun, olar. Rasim 181 olmaz. 179 olmaz. Konkret bu neçədirsə 3-ünü də toplayanda 180 dərəcə olmalıdır. Buna uyğun da məsələlərdə məsəl üçün deyirlər bura 40-dır, bura 50-dir. Bura neçə olar? Sən yazacaqsan ki,
40 plus 50, gör bu 40 bu 50-dir. Buna da x dedin. 3-ün toplamı 180 olmalıdır və buna uyğun tənliyi həll edirsiniz və x-i buradan 90 tapırsınız. Daha uzatmıram. Onsuz məsələlərdə tətbiq edəcək. Sadəcə bu qayda harada istifadə olunacaq, ona görə deyirəm. Üçbucağın daxili bucaqlarının cəmi neçə olmalıdır? 180 dərəcə olmalıdır. Bilirsən ki, əla. Üçbucağın daxili bucağı nədir? Onu da öyrəndim. Daxili bucaqların cəmi 180 dərəcədir. Onu da öyrəndim. Amma 3 saat beynimdə fırlan ki, ay Rasim, bayaqdan sən daxili deyirsən. Yəni burada xarici bucaq da var, hani? Yəni daxili bucaq çünki daxildə yerləşir də. Bunlar daxildə başa düşdük sən. Bunun xaricində bucaq var. Tam haqlısan. Mən də baxanda bunun xaricində bucaq görmürəm. Və bu şəkli sileyim. Daha səliqəli şəkil çəkim. Belə gözünüzə rahat görsənsin də. Bax çəkdim. A, B, C üçbucağı və mən də sizin kimi deyirəm ki, gələ daxildə bucaq, daxildə bucaq, daxildə bucaq. Lap adlandırım bunlar. Məsəl üçün bura olsun 40 dərəcə, bura 60 dərəcə. Onda bura neçə olar? 40, 60, 100. Onda burada 80 olmalıdır. 180 olmalıdır. Üçün bir yerdə cəmi. Mən deyirəm, mən də daxili bucaq görürəm. Xarici bucaq görürəm. Xaricdə bir bucaq yoxdur axı. İndi öyrənin xarici bucaq nədir? Baxanda görünmür, amma var. Nədir? Xarici bucaq hər hansı bir daxili bucaq yoxdur. Məsələn 80 dərəcə. Bunun qonşusu olur, bunun xarici bucağı. Bunun qonşusu yoxdur axı. Deyirəm, onun üçün də bu AC tərəfi ki yoxdur, məsəl üçün, və ya BC, bunun heç bir fərqi yoxdur. Yəni bu bucağı yaradan iki dənə tərəf var da, AC ilə BC. Düzdür? Bax bu bucağı yaradan iki dənə tərəf birləşib yaradır. Bu tərəflərdən ürəyin istəyir, hansını istəyirsən götür. Onu uzadırsan. Məsələn mən AC-ni uzatdım. AC-ni uzadırsan, baba uzatdım. Uzadandan sonra deyirəm, 80 dərəcənin sağında bax bu divar qonşudur, bu divarıdır. Sağında bir dənə bucaq yarandı. Bax xarici bucaq budur. Deməli xarici bucaq neymiş? Daxili bucaqların qonşuları. Bəs onu da yaratmaq üçün daxili bucağı birləşdirən o iki dənə xətt yoxdur. Ürəyin hansı istəyir birləşdir. Bax bura 100 dərəcə yazıb sonra siləcəm. Yəni bunun qonşusu nə olur? Qonşu bucaqlarda öyrənmisiniz də, yəni ki ilkin anlayışlardan. Qonşu bucaqların cəmi 80 dərəcə olmalı. Yəni bura 80-dirsə bura 100 olur. Bir də bunu sadəcə göstərim ki, indidən beyninizdə sual kimi qalmasın. Mən burada AC-ni uzatdım, düzdür? Amma bu bucağı AC və BC birləşdir. Kim istəyirsə BC-ni də uzada bilər. Bax bu BC-ni. Fərqi yoxdur, heç biri səhv deyil. Və burada 80-in qonşusu bax bu tərəfə görə, qonşusu bu tərəfdə yaranır. Yalnız o da 100 dərəcə olur. Yəni bu da xarici bucaq sayılır. Bəs salam. Xarici bucağın nə olduğunu bildin. Xarici bucaq nədir? Daxili bucağın qonşusu. Tərəfi uzadıram, burada qonşusu yaranır, olur 100 dərəcə məsəl üçün. Başqasında başqa da olur. Yəni ki bunların cəmi 380-də tamamlanmalıdır. Bax burada da xarici bucaq yaratmaq üçün burada B, A ilə AC birləşib 40 dərəcəni yaradır. Mən elə C-A-nı uzadıram. Kim istəyir BC-ni də uzada bilər, fərqi yoxdur. Burada 40 dərəcənin qonşusu yaranır. Yoxsa bu xəttdən o yüzden bu divar qonşusu. Burada 40 dərəcə burada neçə olmalıdır? 140 dərəcə. Çünki toplamda 180 olmalıdır. Qonşu bucaqların cəmi 180 dərəcədir. Həmçinin eyni məntiqlə bunu da uzadıram. 60 dərəcənin qonşusunu tapıram. Olur 120 dərəcə. Bax bunlar olur xarici bucaqlar. Bir dənə belə deyim. Bax bu və bu. Doğrudan da bu üç bucağın daxilindədir. Bax daxilindədir. 60, 80, 40. Bunlar isə bax üç bucaqdan qıraqdadır. 140 dərəcə, 120 dərəcə, 100 dərəcə görürsünüz. Qıraqdadır, yəni xaricindədir. Buna deyirlər xarici bucaqlar. Və salam. Xarici bucağın nə olduğunu bildin və çox asandır. Xarici bucaq neymiş? Daxili bucaqların qonşuları həmin üç bucağın xarici bucaqları sayılır. Deməli, mənə hər hansı bir daxili bucağı verəndə onun xarici bucağını tapmaq da mənim üçün problemdir. Bu 80-dirsə qonşusu 100-dür. 180 tamamlanmalıdır. Daxili bucağla xarici bucağın cəmi, yan-bayan olanların cəmi 180 verməlidir. Çünki bunlar qonşudurlar. Əla, başa düşdük Razım. İndi siz daxili bucaqların cəmi üçün öyrənmişdiniz də 40, 60, 80 toplayanda 180 verir. Xarici bucaqların da cəmi 3 bucaqdır. 360 dərəcə olmalıdır. Bax doğrudan burada yoxlaya bilərsiniz. 140, 120. 260 üstə bax yazıram bura 140 xariciləri toplayıram. Üstə gəl 120, bu 140, 120 bir də 100 də. Üstə gəl 100 neçə eləyir? 260 bu da 100, 360. Xəttin pis amma səslən deyirəm də eşidirsən dediyimi. Deməli yadda saxlayırsan daxili bucaqların üç bucağın daxili bucağı nədir bildin və daxili bucaqların cəmi 180 dərəcədir. Üç bucağın xarici bucaqlarının da cəmi 360 dərəcədir. Və salam. Bununla da işimiz bitdi. Bu qaydanı da yadda saxlayırsınız. Məntiq olaraq da beyninizə həkk oldu ki, əslində daxili bucaq nə idi, xarici bucaq nə idi. İndi keçirəm bucaq və tərəf münasibətinə. Bu nə deməkdir? Bax, bir dənə üç bucaq çəkeyim. Baxın, birinci hələm qaydanı demirəm. Birinci gözümüz bəzi şeylər öyrəşsin, sonra qaydanı deyəcəm. Bir dənə qulaq olsun mənə. Bax, məsəl üçün, hələ belə ədədlərlə göstərəm. 40 dərəcə, bura 70 dərəcə, burada 70 dərəcə. 40, fərqli şeylər yazım zaten.
Bura 75 olsun. 40, 75, 115. Onda burada neçə olacaq? 65. Düz hesabladım. 40, 70, 115, 120 düzdür. 380 olsun da. Bunu hələ belə yazıram ki, özünüz öyrəşsin. Bura güya 3-dür. Bura güya 5-dir. Bura güya 7-dir. Hələ belə ədədləri qoyuram hələ ki. Hələ qayda demirəm ha sizə. Nə demək istəyirəm? Buna gözünüz öyrəşsin. Bax bu 40 dərəcəli bucağın, bax bu bucağın 40 dərəcəli bucaq budur da. Baba bu. Baba bu xətlə, bu xəttin yaratdığı bu bucaq 40 dərəcəli bucaqdır. Qarşısındakı tərəf deyəndə birinci onu təmin etməyi öyrənin. 40 dərəcəli bucağı göstərmədim, bu xəttlər birləşib yaradır da. Onda bu xəttlər bunun qarşısında deyil axı. Bunlar bunu yaradırlar. Bu ikisi deyilsə, onda bunun qarşısındakı bucaq nədir? Budur da. Üçüncü bir dənə bu qalıb da. Yəni 40 dərəcənin qarşısındakı bucaq budur. Yəni bu bucaq hara baxır? Bu göz kimi baxın hara baxır? Ora baxır da. Qarşısındakı tərəf budur. Sadəcə bucağın qarşısındakı tərəf söhbətini hələ öyrənin, sonra qayda deyəcəm. Bax 65 dərəcənin qarşısındakı bucaq bax belə bucaq deyil, göz kimi ora baxır, budur. Ki ondan əlavə bu tərəflər 3 dənə tərəf vardı. Bununla bu 65 dərəcənin qarşısında ola bilməz. Çünki bu ikisi ilə birləşib 65-i yaradan tərəfdir. Bunun qarşısında deyil, bu daha da ona bitişib. Qarşısındakı bu olur. Eyni məntiqlə 75 dərəcəli bucağın qarşısındakı tərəf hansı olacaq? Bu xəttlər 75 dərəcəni yaradandır da. Bax göz kimi baxsın, bu buradan bax bura baxır da. Göz kimi o bucaq üzü bu üzə baxır. Onun qarşısındakı tərəf də 7-dir. Deməli bucağın qarşısındakı tərəfi təyin etməyi birincisi öyrənək. Öyrəndik də, yəni ki, videonu geri ver, bir də bax yeri gəlsə. Onu yenə də göstərəcəm, indi hərflərlə göstərəcəm, çünki qaydaya keçirəm. Baxın, indi keçsəm qaydaya. Üçbucaqda belə bir qayda var. Bura yazım 20 dərəcə, bura yazım 60 dərəcə, 80 oldu. Onda burada olsun 100 dərəcədə, 100 dərəcə. Bax, sizə belə bir suallar veriləcək. Hələ bax, buna oxşar suallar. Burada yazacaq, məsəl üçün A, burada B, burada C. Deyəcək ki, bu A, B, C üçbucağın tərəflərin uzunluğunu göstərən ədədlərdir. Bilmirəm nədir də, A-dır, B-dir, C-dir. Amma bu uzunluğu göstərir. Məsələn, bu 40-dır, bu 20-dir, bu 60-dır, bilmirəm də. Uzunluğu göstərir. Və sənə deyəcək ki, bunların arasında münasibət da bu A, B, C. Variantlarda belə bir şey verəcək. Məsəl üçün A kiçikdir, B kiçikdir, C, A böyükdür, C bərabərdir, B və s. Belə variantlar verəcək, birisini seçməlisən. Sən desən ki, mən hardan bilim bu A nədir, B nədir, C nədir, hardan bilim? Mən bu necə müqayisə edim? Ədət deyir ki, deyim ki, A B-dən böyükdür. Adam belə belə deyən yeri deyər özü ki, A B-dən böyükdür, mən belə fikirləşim. Olmur axı. Deməli, bax burada indi keçirik həmin qaydamıza. Tərəf və bucaq münasibətinə. Qaydamız nədir? Bunu yadda saxlayırsınız. Üç bucaqda ən kiçik bucağın qarşısında ən kiçik tərəf durur. Onu qarşısında durmağı öyrədilmişsə ki, birinci onu başa düşün ki, sonra qaydaya keçimdə. Ən böyük bucağın qarşısında da ən böyük tərəf durur. Vəssalam. İndi burada 20, 60, 100. Bu bucaqlarda ən kiçik hansıdır? Budur. Ən kiçik bucaq bu deyil. Qarşısında duran tərəfdə axı mən təyin edə bilirəm axı budur. Bax göz kimi baxanda A-dır. Deməli ən kiçik bucağın qarşısında duran tərəf A-dırsa, deməli bu A-B-C-nin arasında ən balacası A-dır. Düzdürmü? Bax belə bir şey olacaq da A ən balacasıdır, sonra ortancılı var, sonra böyüyü var. İndi böyüyünü axtaracağam. 20 dərəcə, 60 dərəcə, 100 dərəcə. Ən böyük bucaq bu deyil, 100 dərəcə. Onda bunun qarşısında duran tərəf nədir? B deyil. Deməli ən böyük bucağın qarşısında duran tərəf də ən böyük tərəfdir. Deməli burada B də ən böyükdür bunların arasında. C də ortaya düşür də vəssalam. Doğrunun 60 dərəcə 20 ilə 100-ün arasındadır da, yəni ortancıldır. C də A ilə B-nin qarşısına, ortasına düşəcək. Vəssalam. Bax, keçiyoruz variantlardan bunu seçsəyirsiniz. Aydındır. Kiçik bucağın qarşısında ən kiçik tərəf durur. Ən böyük bucağın qarşısında durmağı da bundan qabaq öyrətdim. Ən böyük tərəf durur. Bunun tərsinə demək olar, təbii ki, demək olar. Bu sualı dəyişib sizə belə də verə bilərlər, bax. İndi mən nə etmişdim? Bucaqları vermişdim. Başqa sual verər sizə, tərəfləri verər, bucağı verməz. Ya bura 7-dir, bura 10-dur, bura 9-dur və bucaqlar üçün bu dəfə A, B, C yazar, bilinməz nəsədir. Və sənə deyər ki, bu bucaqlar arasında münasibəti tapıb, hansı böyükdür, hansı kiçikdir. Sən nə öyrənmişdin? Deməmişdin ki, ən kiçik bucaq qarşısındakı tərəf ən kiçik tərəfdir. Hasan da özü kiçiyin qabaqda kiçikdir, böyüyün qabaqda böyükdür də. Ən kiçik bucağın qarşısındakı tərəf ən kiçik tərəfdir. Onu mən bu belə deyə bilərəm, ən kiçik tərəfin qarşısındakı bucaq ən kiçik bucaqdır. Ən kiçik bucağın qabağında ən kiçik tərəf varsa, deməli ən kiçik tərəfin qabağında mənəm də, ən kiçik bucağımda. Ən kiçik tərəfin qabağında ən kiçik bucaq var. Burada 7, 19 ən kiçik tərəf bu deyil. Bu tərəfin də qarşısındakı bucaq budur, deməli ən kiçik bucaq budur. Ən böyük tərəfin də qarşısında ən böyük bucaq var. 7, 9, 10 arasında ən böyük, 10 da bu üçün arasında. 10 ən böyükdür, deməli bunların da arasında ən böyüyü onun qabağındakı A bucağıdır. A-da yazdım bura. Və C-ni yazdım, A-nı yazdım, B də deməli ortaya düşəcəkdir. Vəssalam.
Ən kiçik budur, ən böyük budursa ortancıl da burada olacaq. Və salam. Deməli, ən kiçik buzağın qarşısında ən kiçik tərəf durur, ən böyük buzağın qarşısında ən böyük tərəf durur. Və ya tərsinə fırlada bilərsən. Deyə bilərsən ki, ən kiçik tərəfin qarşısında ən kiçik buzaq durur, ən böyük tərəfin qarşısında ən böyük buzaq durur. Və salam. Əsas odur ki, ən kiçiklə ən kiçik, ən böyüklə ən böyük. Bu qədər asan. Tərəf, ən kiçik tərəfin qabağında ən kiçik buzaq və ya ən kiçik buzağın qabağında ən kiçik tərəf eyni şeydir. Ən böyük buzağın qabağında ən böyük tərəf və ya ən böyük tərəfin qabağında ən böyük buzaq. Böyüklə böyük, kiçiklə kiçik. Bundan asan şey var, yoxdur. Və salam, sən üç buzaq tərəf münasibətində artıq su kimi öyrəndin, hələ mövzu izahına baxanda beynində tam həkk oldu. Ümid edirəm ki, elədir. İndi keçirik üçbucaq bərabərsizliyinə. Birinci üçbucaq bərabərsizliyi göstərmək istəyirəm ki, beyniniz qarşımızda, sonra məntiqini də sizə göstərəcəm. Sadəcə birinci qaydanı göstərin ki, nə qədər asan olduğunu biləsiniz. Üçbucaq bərabərsizliyi nədir? Hardan əmələ gəlir? Birinci onu o sual yaradaq beynimizdə ki, bu nədir? O sualın yaranması üçün mən sizə sual verəcəm. Deyirəm ki, mən üçbucağı düzəltmək istəyirəm. Bir tərəfi 2 olsun, bir tərəfi 5 olsun, bir tərəfi 15 olsun. Düzəldə bilərəm. Belki kimsə göt düzəltdi, nə var ki, tərəfdə 2, 5, 10. Olmur axı, hər istədiyimdən üçbucaq düzəltmək olmur. Elə şey yoxdur. Ürəyim istəyən şey ədədləri qoydum. Deyirəm ki, bir tərəfi 2, bir tərəfi 5, bir tərəfi... Hələ üçbucaq yoxdur, bax, belə üçbucaq yoxdur. Sual bax, burada yanır. Deməli, üçbucağı təyin eləmək lazımdır ki, üçbucağın iki tərəfi nə olanda, üçüncü tərəfi nə olmalıdır? Yəni, sən 2-dən 5 çəkə bilərsən. Məsəl üçün, 2 çəkdim, bir dənə də 5 çəkdim. İndi mən bunları birləşdirəndə bu 15 yanacaq, yaranmayacaq. Yaranmayacaq yaranmaqdan. Amma lazım sən hardan bilsən, onun haqqında danışdır. Çünki mən üçbucaq bərabərsini bilirəm. Birinci üçbucaq bərabərsini deyəcəm, sonra məntiqini də deyəcəm sizə. Əsas qaydanı bilin. Kim istəyirsə tam dərk etmək, məntiqini də qulaq asar. Mən əsas birinci qaydanı deyirəm ki, beyni yorulmasın hər kəsin. Baxın, bizə hər hansı bir üçbucaq verilibsə, birinci ədədlərlə göstərim, yoxsa hərflərlə göstərim. Bu ədədlərlə göstərim, sizə tam aydın olsun, sonra hərflərlə göstərim. Məsələn, bir tərəf 2-dir, bir tərəf 5-dir. Üçüncü tərəf neçə ola bilər? Bayaq mən 15 deyirdim, ola bilməz məsələn. Hardan bilirəm, onu deyəcəm sizə. Bizə üçbucağın iki tərəfi verilib, üçüncü tərəfi tapmaq lazımdırsa, bunu yadda saxlamalıyıq ki, üçbucağın hər hansı bir tərəfi, indi mənə bu lazımdır. Fərqi yoxdur, hamısı aiddir, ya, üç tərəfin üçündə aiddir. Mənə bu lazımdır, bu x axtarıram. Bax, üçbucağın hər hansı bir tərəfi, məsəl üçün hər hansı bir tərəf bunu götürdüm. Mütləq şəkildə var, üçbucaq bərabərsizliyi belə olur. Mütləq şəkildə bu x kiçik olmalıdır digər x-inin cəmindən. Yəni, üçbucağın hər hansı bir tərəfi, axtardığım tərəfi, onun işim yoxdur. Digər x-lik yoxdur, bundan işim yoxdur da, ikisi qalıb da əlimdə. Bu ikisinin cəmindən kiçik olmalıdır. Yəni 2 ilə 5-i toplamırsan, 7 edir də. 7-dən kiçik olmalıdır. Həmçinin bu ikisinin fərqindən, təbii ki, böyükdən kiçik çıxırıq, 5-dən 2-ni çıxıram, böyük olmalıdır. Və salam. Yəni üçbucaq bərabərisi birinci eləm qayda kimi əzbər kimi yadda saxlamağı deyirəm. Üçbucağın hər hansı bir tərəfini axtaranda x-i yazıram ortaya axtardığım tərəfi. Bu işarələri qoyuram, kiçikdir. Və sağda digər iki tərəfin cəmini yazıram, solda digər iki tərəfin fərqini yazıram. Təbii ki, böyükdən kiçik çıxıram. Belə baxanda çətin bir şey yoxdur. Amma biraz məntiqə gəlir, ümumiyyətlə yadınızda yaxşı qalacaq. Bir dənə qayda kimi deyirəm. Üçbucağın hər hansı bir tərəfi mütləq şəkildə digər iki tərəfin cəmindən, bax, cəmindən, digər iki tərəfin cəmindən kiçikdir, yoxsa bax, kiçikdir, dal onun tərəfdir. Yəni iki tərəfin fərqindən isə 5-2-dən isə böyükdür. Görürsən, ağzı açıb ikisi tərəf. Qaydanı tezdən deyirəm. Üçbucağın hər hansı bir tərəfi mütləq şəkildə digər iki tərəfin cəmindən kiçik, fərqindən böyükdür. Yəni, burada x 2-5 7 eləyir, 5-2 3 eləyir. 3-7 arasındakı qiymətlər ala bilər. 3 ilə 7-ni ala bilməz ha. 3-7 arasındakı qiymətlər ala bilər. Yəni 3-dən sonra gəlir 4, 5, 6 naturallardan danışıram. 3,5 zat da ola bilər. Amma çox vaxt natural sual verirlər ona görə. 4, 5, 6-ni ala bilər. Natural deyilsə bizə. Yəni 15 ala bilməz, 7 ala bilməz, 8, 9. Çünki 7-dən balaca olmalıdır, görürsən? 3-7 arasında olmalıdır. Bax, buna uyğun təyin olunur və buna üçbucaq bərabərsizlik deyilir. Qaydanı tezdən deyirəm. Çətin bir şey, bu qaydanı da hərflərlə göstərim. Beyim rahat olsun. Bax. Bir tərəfin uzunluğu A-dır, bir tərəfin uzunluğu B-dir, bir tərəfin uzunluğu C-dir. Məsəl üçün, mən buradan A-nı axtarıramsa, mütləq şəkildə bu A ortaya yazılır, axtardığım, ortaya yazdım. Bu A, A-nın daşım yox, digər ikisinin, bax, A-nın daşım yox, digər ikisinin cəmindən kiçik olmalıdır. Bu tərəfdə fərqləri də, fərqindən isə böyük olmalıdır. Amma modulda. Niyə modulda? Çünki böyükdən kiçik çıxılır da. Məsələn, bu 7-dir, bu 10-dursa, mən B çıxıca yazmışam, 7 çıx, 10 mənfi şeydir axı. Mən ondan 7-ni çıxmalıyım, buna görə modul işarəsi qoyulur. Və salam. Yəni, siz amma lor dildə bildiniz ki, böyükdən kiçik çıxırsınız. Çətin bir şey var burada? Yoxdur. Bunu da tətbiq edəcək suallarda. Hə, indi gələn məntiqinə. Kim istəyir qulaq asın məntiqinə? Amma hamınız qulaq asınız yaxşı olar. Ki kimsə arada başa düşməsə, ki başa düşəcəksiniz.
başa düşməsə narahat olmasın. Əsas qaydaları bilsən, son təhlilçisin. Amma məntiq tutsun, ümumiyyətlə ömürlük beyin vəkil olacaq. Yəni mən niyə üstüzaq çəkirəm? Üstüzaq çəkmək lazım deyil mənə. De burada qələmlər var. Bax qələmlərlə göstərəcəm. Təsəvvür edin ki, bayaq demirdim, iki tərəf var, üçüncü tərəfi təyin edirik. Kapraz biri uzundur, biri qısadır. Biri Zəquşun qələmidir, dovşanın uzatdır. Hə, bax biri uzundur, biri qısadır. O məndir. Mənim əlimdə iki dənə tərəf var. Biri 8-dir, biri 5-dir. Güya bax bu yaşıl 8 santimetrdir. Bu da güya 5 santimetrdir də. Və bunları birləşdirəcəm belə üçbucaq yaranacaq. Belə necə üçbucaqlar? Bu üçüncü tərəf ki olacaq. Mən belə də elə bilərəm, belə də eləyib bunları birləşdirə bilərəm. Belə biraz çox açıb bunları birləşdirə bilərəm. Yəni bu ucla bu ucu birləşdirsəm, bax belə üçbucaq yaranır da bu ucları birləşdirsəm. Bax uskaların uclarını birləşdirsəm, bax belə xətt çəksəm üçbucaq yaranır da. Müxtəlif. Bu üçüncü tərəf neçə santimetr ola bilər onu axtarıram. Güya biz qaydanı bilmirik də. Yəni o qaydanın çıxarışı necədir onu deyirəm sizə. Yəni hardan çıxardıb onu özlərini atmırdılar, onu göstərmək istəyirəm sizə. Bunlar düşünüblər ki, bax biz bax üçüncü tərəfi axtarmırıq, üçüncü tərəfə x deyirəm də. Bu üçüncü tərəfi axtarmıram mən. Əgər mən bu iki dənə tərəfi 0 dərəcə altında birləşdirsəm, 0 dərəcə nədir? Üst-üstə düşürlər də. 0 dərəcə o deməkdir ki, üst-üstə düşürlər. Bax, üst-üstə düşüblər, üst-üstə. Yəni müəyyən bucağı verəmiş sizə bucaq nədir? Get-gedə aralandıqca bucağın dərəcəsi artır. Bax nə qədər uzatsan, bax gəldi oldu 90 dərəcə. Belə eləsəm keçir 180 olacaq. İndi 0 dərəcədir. Görürsünüz aralamayıblar da bir-birindən güya. Mən bunları 0 dərəcə birləşdirsəm ki, belə üçbucaq ola bilməz. Çünki bunlar belə birləşsələr, üçüncü tərəfi mən necə yaradım? Görək bunlar üst-üstə oturub axı. Mən bunları necə birləşdirim üçbucaq yaransın? Ola bilməz onsuz da. Sözümün canı nədir? Deyirlər ki, biz bunu 0 dərəcədə birləşdirsək bu iki tərəfi, üçüncü tərəfi falan bilmirəm. İki tərəfi 0 dərəcədə birləşdirsək ki, onsuz üçüncü tərəf alınmaz. Amma minimum 0 dərəcədə birləşdirə bilərəm də bunu. 0 dərəcədə birləşdirəndə bu yaşıl 8-dir, hə? Bu ağ da 5 deyil. Onda buradan bura qədər 5-dirsə, bu aşağıda qalan hissə var, bu ucudan sonra qalan hissə. Bax bu hissə. Bura neçə olur? 3 olur da. Bax bu uclar da üst-üstə düşüb. Ha, 0 dərəcədir. Bax belədir. Bax belədir. Bax belədir. Buradan bura 5-dir. Bütöv yaşıl isə, bütöv yaşıl isə 8-dir. Bunlar da üstə düşüblər, 0 dərəcədə birləşiblər də. Bura kimi 5-dir, bu da bütöv 8-dir axı. Onda 8-dən çıxıran 5-i, buradan bura qalan 3-dür də. Çünki yaşıl 8-dir axı. Buradan bura 5-dirsə, buradan bura da 3-dür ki, yaşıl 8 oldu. Yəni bu uc nöqtəsindən bu uc nöqtəsi arasında məsafə neçə oldu? 3 sm. Ki belə də üçbucaq ola bilməz. Bunun arasında məsafə 3 sm oldu, belə də üçbucaq ola bilməz. Deyək onda bunun üçbucaq olması üçün buna bir bucaq verməliyik də, bunları bir-birindən aralamalıyıq. Belə də bunların arasındakı məsafə 3 deyildi bu uc nöqtələr arasında. Mən bunu araladıqca nə olur? Bayaqlar belə idisə 3 idi ya, 3 dediyi ki ola bilməz ha. Bu nə olur? 3-dən böyük olur da get-gedə bu ondan uzaqlaşır axı. Bu uc nöqtələri indi birləşdirib xətt çəksəm, üçüncü tərəfi yaratsam 100% nə olacaq hələ ki bilmirəm. 3-dən 100% böyük olmalıdır. Çünki elə bunu 0 dərəcə ilə birləşdirəndə 3 olur. 8-5 olur. Yəni 8-5 olur. 3. Buradan çıxardıblar ki, bu x hər nədirsə 100% 8-5-dən, yəni 3-dən böyük olmalıdır. Çünki 0 dərəcə ilə birləşəndə bunlar üst-üstə düşürlər və bu ucla bu uc arasındakı məsafə böyük çıxılsın, kiçikdir. Və belə də üçbucaq ola bilməz. Bu bir-birindən aralanmalıdır. Bucaq verməliyəm ki, bunlar arasında məsafə olsa, sonra bunları birləşdirib üçbucaq yaransın da. Belə bir üçbucaq 1-2 dənə xətt, bir dənə buradan 3 dənə xətt. Və o da 3-dən böyük yanır 100%. 3-dən böyük müsbət sonsuza kimi keçəcəkmi? Yəni məsəl üçün 3-dən böyük 8-5 deyirlər. 45 ola bilər, keşke 9-una görsə o ola bilər, və ola bilməz axı. Onda deyirlər onun da son nöqtəsini tapaq. Onun isə deyirlər ki, son nöqtə bu 0 dərəcə idi biz yoxladıq. Son nöqtəsi də bunun odur ki, mən bunları belə açaram maksimum 180 dərəcəyə kimi. Düz xətt yanında 180 dərəcə. Ki belə də üçbucaq ola bilməz. Çünki bu ikisi, bax bu 8 ilə 5 180 dərəcəyə altında birləşsələr, üçüncü xətti mən hara çəkim üçbucaq yaransın bunlar. Bunlar özləri düz xətt yaradıb. Üçüncü xətt bu ucuna bu ucu necə birləşdirim? Deyirlər, bir dəqiqə. Bu deyir 180 dərəcə açılanda bu nöqtə ilə bu ucdan bu uc arasındakı məsafə nə qədər olur? Deyirsən buradan bura 5 idi, buradan bura 8 idi. 5 üstə gəl 8, 13. Deyirəm, hansı o? Bunların arasında məsafə 13 olanda üçbucaq yaranmır. Bu üçbucaq yaransın deyə mən bu bucağı azaltmalıyam da yavaş-yavaş. Azaltsam belə 180-dən balaca edirəm. Görürsən 180-dən balaca gəlib 90-ca eləmişəm. Azaltsam get-gedə bayaq 13 isə bunun arasında məsafə get-gedə nə olur? Bir-birinə yaxınlaşırlar da. Yəni ki 100%. Bunlar 13 olanda elə üçbucaq olmur. Çünki 180 dərəcədə 5 üstə gəl 8 olurlar 13. Bunun bucaq verdikcə, bucağını azaltdıqca bunlar bir-birinə yaxınlaşır və o zaman bunları birləşdirib üçbucaq yarada bilirsən. Bu da nədir? 13-dən balaca orada belə 13 isə belə 13-dən balaca da get-gedə yaxınlaşırlar axı. Deyirik, onda bu 13-dən balaca olmalıdır. Yəni bu ikisinin cəmindən, ikisi işarəni yazmadım.
Həmin o axtardığım bu ikisinin cəmindən kiçik olmalı. Bax, qayda oradan çıxır. Ümid edirəm ki, ömrü yadınızda qalar. Yəni, bax, həmin qaydanı gəlib çıxardıblar ki, deyirlər ki, axtardığım üçüncü tərəf digər ikisinin cəmindən kiçik olmalıdır. Çünki 180 dərəcədə onların cəmi yaranır, uclar arasındakı məsafə. 0 dərəcədə 8-5. Yəni, biri uzun, biri qısa olur, 8-5. 0 dərəcədə 3 bucaq ola bilməz. Yəni, minimumu 3 olmalıdır, 3 ola da bilməz. 3-dən böyük olmalıdır, çünki 0 dərəcədə 3 olur. 0 dərəcədə 3 bucaq yaranmır, bayaq göstərdim. Böyüklükdə də 3-dən böyük cavab alır. Yəni ki, 3-dən böyük, 13-dən kiçik olmalıdır axtardığım ədəd. Bax, 3 bucaq bərabərdir, oradan yəni. Məntiqini də sizə başa saldım. Ümid edirəm ki, başa düşürsünüz. Videonu geri verib bir də tam dediyimi özünüz də əlinizdə yoxlayıb baxa bilərsiniz. Başa düşməsə heç cür məndən sual verin. Yenə də başa düşmürsünüz, canınız sağ olsun. Əsas qaydanı bilin ən azından. Amma başa düşə bilərsiniz. Beyninizi yorursunuz. Üçbucaq bərabərliyi ilə də məncə tam dərindən tanış olduq. Nəhayət keçək üçbucağın tərəflərinə görə növlərinə. Yazıram bura. Üçbucağın tərəflərinə görə növləri nədir? 1. Qısa yazacağam. Müxtəlif tərəfli, bura nöqtə qoyum. Müxtəlif tərəfli üçbucaq. 2. Bu 2 deyə belə. Bərabər nöqtə yanlı. 3. Bərabər tərəfli. Bəs salam. Bərabər qısa yazdım. Onu səsləndirirəm özüm. Tərəfli. Deməli, tərəflərinə görə üçbucağın növləri. Oxuyuram tezdən. Müxtəlif tərəfli, bərabər yanlı, bərabər tərəfli. Başlayalım birincidən. Müxtəlif tərəfli çox asandır. Onsuz da adı üstündə tərəflərin üçbucağın üç tərəfi olmalı. Üçü də bir-birindən müxtəlif olmalıdır. Müxtəlif deyil. Müxtəlif yəni fərqli. Məsələn, bir dənə üçbucaq çəkirəm. 2, 5, bura olsun 6. Tutaq ki. Görürsünüz, üçü də bir-birindən fərqli olmalıdır. Müxtəlif tərəfli budur. Yəni onu A, B, C ilə də yaza bilərik, amma ədədlə yazarım. Müxtəlif tərəfli üçbucaq nədir? Üçü də bir-birindən müxtəlif olsun. Bir də bunu bilək ki, müxtəlif tərəfli üçbucağın daxili bucaqları da müxtəlif olur. Nə üçün? Nə üçün bilmirsən? Öyrənmişdik axı. Tərəf, bucaq münasibəti. Ne demişdik? Böyük tərəfin qabağında böyük bucaq və ya böyük bucağın qabağında böyük tərəf, kiçik bucağın qarşısında kiçik tərəf olur. Düzdür? Onda bərabər bucaqların qabağında bərabər tərəflər olar da. Burada bərabər tərəf yoxdursa, onda deməli bir-birinə bərabər olan bucaq da yoxdur. Yəni bunlar bir məsəl bu 40-dır, bu 80-dır, bu 60-dır. Məsəl üçün yazdım ha bunları 180 olsun deyə. Yəni bucaqlar da bir-birindən, üçü də bir-birindən müxtəlif olmalıdır. Deməli müxtəlif tərəfli üçbucağın tərəfləri də müxtəlif olur. Bucaqları da müxtəlif olur, hamısı mütləq şəkildə. Aydındır, aydındır. Perimetr söhbətində gəlsəndə perimetr 3 dənə tərəfi yoxdur, üçü də bir-birindən fərqlidir axı. Üçbucağın. Üstündən perimetr tapanında onsuz üçbucağın 3 tərəfini də üçündə toplayırıq da. A plus B plus C-dir. Bunu onsuz kimi hamınız bilirsiniz, bilməyən yoxdur. Əla, müxtəlif tərəfli üçbucaq üçün xüsusi əlavə bir söz deməyə ehtiyac yoxdur. Keçdik bərabər yanlı üçbucaq. Bax, bərabər yanlı ilə bərabər tərəfini birincisi səhv salmayın. Bərabər yanlı üçbucaqda üçbucağın 2 tərəfi bərabər olur. Bərabər tərəfli də hamısı. Tezdən deyirəm. Bərabər yanlıda, bax, yan sözü normalda 2 də yan, sağ, sol, belə o cür fikirləşə bilərsiniz. Yan. Mənim yanımda durub. Hansı yanında? Sağında, solunda. Yan sözündə 2 tərəf fikirləşirsiniz. Ona görə də bərabər yanlı görəndə yadınızda səhv salmışsınız, bərabər yanlı 2 tərəfdir. Yəni 2 tərəfi bərabər olmalıdır. Bərabər tərəflidə də adı üstündə bərabər tərəfli, yəni üçü də bir-birinə bərabər. Bax, burada üçü də bərabər olur. Yanlı deyəndə sağ yanım, sol yanım, o cür düşünə bilərsiniz. Yəni 2 dənə yanlımız olur. 2 tərəf bərabər olur. Buna bərabər yanlı deyirlər. Deyirik, lap yaxşı. Bərabər yanlı üçbucaq çəkin bir dənə, elə belə ədədlərlə göstərəcəyəm. Tutaq ki, bir tərəf 2-dirsə, o bir tərəf də 2-dir, burada 3-dür. Yəni, bax, üçü də bərabər deyil, üçü də bərabər olsa, o bərabər tərəfli olar. İkisi bərabərdir. Bax, bunu deyirik biz bərabər yanlı üçbucaq. 2 tərəfi bərabərdirsə üçbucağın 2 tərəfi, yalnız 2 tərəfi bərabərdirsə, biz buna deyirik bərabər yanlı üçbucaq. Amma bərabər yanlı üçbucaqda 2 dənə termin var. Onun mənasını bilin, çünki suallarda qarışdırmayın. Bax, bunu beyninizə həkk edirsiniz, suallar üçün olur heç nə. Bu sözləri qarışdırmırsınız. Bərabər yanlı üçbucaqda bu bərabər olan tərəflər var ha. Məsələn, lap adlandırım da A, B, C üçbucağı deyim buna ki, tam biləsiniz. Bax, bu AB ilə BC tərəfi. Bax, AB 2-dir, BC də 2-dir. Bunlar bərabərdir. Bərabər olan tərəflərə yan tərəf deyilir. Yaxşı? Bərabər yanlıdan, yəni yanlar bərabərdir. Bərabər olan tərəflərə yan tərəf deyilir. Çünki məsələlərdə deyə bilər ki, yan tərəfi filan. Sən indi bilməlisən də bunlardan danışır. Yəni ki, bərabər olan tərəflərindən danışır. Bərabər olan tərəflərə yan tərəflər deyilir, yan. Bərabər olmayan, 2-2 bərabər olmayan bu 3-dür də. Bax, buna AC-yə. Yəni, orada AC yox, BC olar, fərqi yoxdur. Əsas odur ki, bərabər olmayan tərəfə oturacaq deyilir. Bərabər olan tərəflərə yan tərəf deyilir.
bərabər olmayan tərəfə oturacaq deyilir. Burada təpə nöqtəsi deyilir. Yəni bərabər olan tərəflərin yaratdığı bucağa təpə bucağı deyilir. Yaxşı? Bərabər olan tərəflərin, yəni yan tərəflərin ikisinin birləşib yaratdığı bucağa təpə bucağı deyilir. Bax, bunu yadınızda. Təpə bucağı, yan tərəflər oturacaq. Kötü bir şey var burada? Yox. Bir dənə söz deyim, bax bunu səhv salmayasınız. Yanlar gör sağda solda, sağda solda ucaqda saxlamayın. Bu da aşağıdadır, oturacaq deyirlər. Yox, ona görə demirik. Dedim bax, bərabər olduqları üçün yan tərəf deyirik, bərabər olmayana oturacaq deyirik. Nə barədə belə düşünməyin. Bax nə demək istəyirəm? Fikrim aydın olacaq. Birdən gələcəkdə sizə belə bir üçbucaq verərlər. Üçbucağın necə çəkim də. Deyir, bura 4-dür, bura 4-dür, bura 6-dır. Sən beynində belə saxlamırsan. Buralar yandı, bura oturacaqdı, aşağıda da oturun. Yo. Ne demişdim? Sən onun necə oturduğuna baxma. Qaydamız nədir? Bərabərlər yan tərəfdir. Bərabər olmayan oturacaqdı. O necə durur fərqi yoxdur sənin üçün. Bax, yan bunlardır. Bunu ilə bu. Bərabərdirlər axı. Bərabər olmayan bu oturacaqdır. Sən düşünmə oturacaq həmişə yerə oturur. Yox. Bərabər olmayan oturacaq deyirlər. Bərabərlərə yan tərəf deyirlər. O bərabərlərin ikisini birləşdirdiyi bucağa da təpə bucağı deyirlər. Yaxşı? Bunları qarışdırmırsan. Vəssalam. Əla. Bu terminlərdə bildin. Bərabər yanlı haqqında indi bir dənə də söz deyəcəm. Baxın. Belə çəkim gözünüz yaxşı görsün. Bu bərabər yanlı bucaq çəkdim. 5, 5, 8 də. Yan tərəflər oturacaq. Bu da təpə bucağı. Bərabər tərəflərin, yəni yan tərəflərin əmələ gətirdiyi bucaq. Hər dəfə təkrar ki, beyni bəlkə olsun. Nə deyəcəkdim? Biz tərəf bucaq münasibətində danışanda nə demişdik? Demişdik ki, böyük bucağın qarşısında böyük tərəf, kiçik bucağın qarşısında kiçik tərəf, onda bərabər bucaqların qarşısında bərabər tərəflər olur da və bərabər tərəflərin qarşısında bərabər bucaqlar olur da. Ha, onda deməli, bax, bu 5 durub bu bucağın qabağında, bu 5 də durub bu bucağın qabağında. Bax, qarşısında durmağı da bilirsiniz, bunun qabağında, bax, bu bucağın qabağında bu durub, bu bucağın qabağında bu durub. Deməli, bərabər yanlı üç bucağın iki dənə bucağı bir-birinə bərabər olmalıdır. Bax, bunlar. Amma bunu necə yadda saxlayacaq? Hansı bucaqlar? Bu nədir? Bu nə idi? Bu yan tərəfdə oturacaqdı. Baxın, bunlar bərabərdir. Bu yandır, aslında bura oturacaqdı. Ay, sağ ol. Bu dedim ha, bərabər olan bucaqlar. O bərabər olan bucaqlar da hara bitişiblər? Oturacağa. Oturacağa bitişik bucaqlardılar. Deməli, yadda saxlayırsan ki, bərabər yanlı üç bucaqdan. Oturacağa bitişik bucaqlar bir-birinə bərabər olur. Necə ki, oturacağa bitişik tərəflər bərabərdir, 5-dən 5. Oturacaq özü fərqlidir, amma bunlar bərabərdir. Həmçinin o bərabər tərəflərin gəlib oturacağa birləşəndə yaratdığı bucaqlar ki, yoxdur, həmin o oturacağın üstündəki bucaqlarda, oturacağın qarşısındakı ilə yox, oturacağın üstündə yaranan bucaqlardır. Və onlar bir-birinə bərabər oldu. Mən qaydamız nədir? Bərabər yanlı üç bucaqda, yan tərəflər bərabərdir, o öz yerində, ona görə bərabər yanlıdır. Amma bunu yadda saxlayın ki, oturacağa bitişik bucaqlar bir-birinə bərabər olur. Və salam. Çox yormayacağım sizi. Bu qaydalar onsuz da suallarda tətbiq edəcək 3-4 dəfədə tam beyninizə oturacaq. Keçdik bərabər tərəfliyə. Bərabər tərəfli üç bucaq çox asandır. Adı üstündə 3 tərəfin üçü də bir-birinə bərabər olur. Məsələn, bura 5-dirsə, burada 5-dir, burada 5-dir. Bura 7-dirsə, üçü də 7-dir. Və salam. Perimetri tabanı üstə toplanılır. Yəni üç bucağın bir tərəfi A-dırsa, onda perimetri nə olacaq? 3A. Çünki 3 dənə A-da, üçü də A olur da. A üstə gəl, A üstə gəl, A neçə 3A. Bunu artıq bilirsiniz, perimetrdə çox mən izah vermək istəmirəm. Perimetri bilməyən yoxdur. Perimetr nədir? 3 dənə tərəf varsa, üçünü də toplayırıq. Yəni üç bucaqdan danışan bütün fiqurlardır, bütün tərəflərin cəmidir. İndi üç bucaqdan danışırsa, 3 tərəfi üçünü də toplayırıq, bu perimetrdir. Neyse, üç bucağın bütün tərəfləri bir-birinə bərabərdir. Bərabər tərəfli üç bucağın, üzr istəyirəm. Bərabər tərəfli üç bucağın bundan danışırdıq. Və bəli. Bərabər tərəflərdirsə, onda onların qarşısındakı bu bucaqlar da bərabər olmalıdır. Çünki biz demişik ki, böyük tərəfin qabağında böyük bucaq, kiçik tərəfin qabağında kiçik bucaq olur. Bunlar heç biri bir-birindən böyük və ya kiçik deyil, üçü də bir-birinə bərabərdir. Onda onların qarşısında olan bucaqlar da bərabərdirsə, hə, onda bu bucaq neçə dərəcədir bilmirəm, x dərəcəsi, bu da x dərəcədir, bu da x dərəcədir. Çünki üçü də bir-birinə bərabərdir. Və bunların cəmi də bizə neyi verməlidir? 180-dir. Çünki üçlərin daxili bucaqların cəmi 180 dərəcədir. Bunun namını 3x bərabərdir 180-də. X də bərabərdir 180, 3-ə böləm 60 dərəcə. Və salam. Ömürlük yadda saxlayırsan ki, bərabər tərəfli üç bucağın daxili bucaqları 60, 60, 60. 100%. Bərabər yanlış onu deyə bilərəm, yox, bərabər yanlış məsələsi belə olar. 20, 20, 140, 10, 10, 160, 40, 40, 100, 50, 50, 80.
Müxtəlif cür ola bilər. Amma burada mütləq şəkildə həmişə 63-dür. 3 və salam bərabər tərəfi 3 bucağın daxili bucaqları 60 60 60-dır. Onsuz da daxili bucağın cəmi 180-dir. İşlənən 3 bucaqda. Amma üçü də bir-birinə bərabər olur. 60 olur. Bərabər tərəfi 3 bütün tərəfləri bir-birinə bərabərdir və salam. Perimetrini də bildik. İndi 2 dənə əlavə qeyd göstərəcəm sizə. Simmetriya oxları. Asandır o da. Yadda saxlayın, beşdir. Bərabər yanlı üçbucaq bayaq danışmadıq. Bərabər yandan deyirəm. Bərabər yanlı üçbucağın bir dənə simmetriya oxu var. Simmetriya oxu nədir? Onun mənasını deyəcəm sizə. Bax biz nə demişdik? Birinci elə belə yadınızda salın 5 5 nə bilim 7-də. Bərabər olan tərəflər yan tərəflər idi. O yan tərəflərin birləşib yaratdığı bucaq var. Bax 2 dənə 5 birləşib. Bu nə idi? Təpə bucağı idi. Təpə bucağından çəkilən median, hündürlük, tənbölən fərqi yoxdur. Çünki onlar üçü də bir-birinə bərabər olur. Təpə bucağından çəkiləndə o hündürlük deyim mən. O hündürlük bu bərabər yanlı üçbucağın simmetriya oxudur. Bir dənə simmetriya oxu var. Başqa elə bir simmetriya oxu yoxdur. Və simmetriya oxu nədir? Simmetriya oxu odur ki, baxın, məsəl üçün, bax, bu kitabın simmetriya oxudur. Bax, bu xətt, belə xətt gedir. Çünki mən bunu bu xəttdə əsasən qatlayanda bunlar hamısı bir-birinə üst-üstə düşür. Başa düşdünüz? Yəni, qatlayanda hamısı bir-birinə üst-üstə düşürsə, bu onun simmetriya oxudur. Siz də bunu buradan tutub qatlasınız, belə göstərim mən də, qatlasınız, özü də təsəvvür edirsiniz də, bunlar, burada bir dənə düzbucaqlı var, burada bir dənə düzbucaqlı var, ikisi də üst-üstə düşür. Yəni, hamısı bütün nöqtələr üst-üstə düşür. Deməli, bərabər yanlı üçbucağın bir simmetriya oxu var. Yadında saxla. Bərabər yanlı üçbucağın bir simmetriya oxu var. O da təpə bucağından çəkilmiş hündürlükdür. Və ya təpə bucağından çəkilmiş mediandır və ya təpə bucağından çəkilmiş tənböləndir. Median, hündürlük, tənbölən mən bunları sözü ilə keçmirəm. Çünki MİQ ibtidaida median, tənbölən, hündürlükdən çox da sual düşmür. Keçdik indi bərabər tərəfli üçbucağın simmetriya oxuna. Bərabər tərəfli üçbucaqda isə 3 simmetriya oxu var. İstənilən bucağından çəkilən median, tənbölən, hündürlük bərabər tərəfli üçbucağın simmetriya oxudur. 3 dənə. Bunu da yadda saxlayın, yormaq istəmirəm sizi. Bax, bir bucaqdan çəkilən hündürlük, bax, belə qatlayanda, buradan çəkilən əsasən də belə qatlayanda, buradan, yəni 3 dənə simmetriya oxu var, uzatmaq istəmirəm çox. Bərabər yanlının, bunu yadda saxlayın, əsas 2 dənə şey yadda saxlayın. Bərabər yanlının 1 simmetriya oxu var. Bərabər tərəfinin 3 simmetriya oxu var. Bərabər yanlının 1, bərabər tərəfinin 3 simmetriya oxu var. Bəs. Başqa nə üçbucağa aid məlumat verməliyəm, yadıma salım. Üçbucağa aid indi bucaq növləri qaldı. Bunlar sözdə artıq asandır. Tez-tez keçsəm bunların üzərindən. Üçbucağın bucağa görə növləri. 1. İti bucaqlı üçbucaq, iti. Qısa-qısa yazıram. 2. Düz bucaqlı üçbucaq. 3. Kor bucaqlı üçbucaq. Çox asandır ya bu. Bucaqlara görə artıq təyin edilir. Məsəl üçün, iti bucaqlı üçbucaq nədir? İti bucaqlı üçbucaq odur ki, üçbucağın daxili bucaqların üçü də iti olsun. Məsəl üçün, 50, 60, 70 dərəcələrini veriblərsə sənə, buna biz nə deyəcəyik? İti bucaqlı üçbucaq. Çünki bax 90-dan balaca iti bucaqdır, bu da 90-dan balacadır, bu da. Üçü də iti bucaqdırsa, bu da iti bucaqlı üçbucaqdır. Üçü də ya, birisi iti bucaq olmasa o iti bucaqlı üçbucaqdır. İkisi itidir, biri yox. Yox, o iti bucaqlı üçbucaqdır. Üçü də iti bucaqlı olmalıdır ki, bu iti bucaqlı üçbucaq olsun. Bu qədər sadə. Yaxşı. Silim bunu, belə silim bunu. Belə silsəm o da geçir. Keçək düz bucaqlı. Düz bucaqlı üçbucaq nədir? Düz bucaqlı üçbucaq odur ki, üçbucağın daxili bucaqlarından yalnız biri düz bucaq olsa, heç olmasa biri, yalnız biri yox, heç olmasa biri olsa, düz bucaq olsa, o üçbucaq düz bucaqlı üçbucaqdır. İkisi bəs, ikisi ola bilməz. Nəsə ola bilməz Rasim? İkisi düz bucaqlı, heç şəkilə baxma. Üçbucağın iki bucağı düz bucaq olsa ya, iki bucağı düz bucaq olsa, düz bucaq 90 dərəcədə, onda birisi 90-da, o birisi 90-da, düz 180-də, onda üçüncüsü nədir? Sən 0. Hələ üçbucaq var, 0 dərəcə ilə üçbucaq olur. Yox, üçünün də dərəcəsi olsun axı. Yəni, onda ikisi də olsa düz bucaq ola bilməz. Yəni, üçbucağın bu iki bucağı 100% iti olur, biri düz olur. Tezdən deyirəm. Üçbucağının üçü də iti olanda iti bucaqlı üçbucaqdır. O üç bucaqdan mən demək bayaqladım, biri iti olmasa artıq o iti bucağı deyil. Bax burada biri artıq iti deyil. Onsuz istənilən üç bucağın ən azı 2 dənə iti bucağı olmalıdır, ən azı. Ən azı 2 dənə. Bax iti bucağın 3 dənə iti bucağı var. Düz bucağın 2 dənə iti bucağı var, bir dənə düz bucağı var. Kör bucağı da eyni məntiqlə. 2 iti bucağı olur, bir dənə kör bucağı olur. Sözümün canım, bir üç bucağı gördünüzsə, onun içində düz bucaq varsa, o düz bucağı üç bucaqdır. Bir dənə gördün 500-də, olsa bir dənə olur.
Bir üçbucağı gördün. Onun daxili bucağının içində kor bucaq varsa, o kor bucaqlı üçbucaqdır. Onun ilinə çəkim də gəlir. Çəkdim bir dənə üçbucaq. Buralar itidir. Açıq-aşkar göstər iti bucaqdır. Amma bura kordur. Bəs kor bucaqlı üçbucaqdır. Yəni bir üçbucağın daxilində bucaqlara baxanda düz bucağı görsən bu düz bucaqlıdır. Kor bucağı görsən bu kor bucaqlıdır. Üçü də itidir axı. Ha onda iti bucaqlıdır bəs. Üçü də iti olan iti bucaqlıdır, amma bir dənə düz bucağı varsa düz bucaqlıdır, bir dənə kor bucağı varsa bu kor bucaqlı üç bucaqlı. Neçə dəqiqədir bu? 42 dəqiqədir. Məncə ağlıma gələn bütün vacib məqamları qeyd elədim. Gəlin keçək məsələlərə də baxaq. Bu mövzu izahını ayrı video kimi yükləyim. Test izahını ayrı. Peki elə eləyək. Hə, bu ayrı olsun. Rahat olsun sizin mövzu izahına baxmaq. Çünki 5-10-20 dəqiqə mövzu izahı olanda qatışdıram elə onu testlə bir yerə salıram. Amma bu 40 neçə dəqiqəlikdir. Bu mövzu izahı kimi qalsın. Növbəti videoda birbaşa keçərik testə. Amma bu mövzu izahını mütləq izləməlisiniz. Bu videoluk bu qədər. Ümid edirəm ki, bu videonu izləyib keçəcəksiniz ha. Amma izləməsəniz nə biliyorsun mən axırını demişəm. Heç nə bu deməyim artıq idi onsuz da. Bu videoluk bu qədər. Diqqətinizə görə çox sağ olun. Sağ olun.